Hamıya salam. Bugün pendirli qat-qat hazırlayacağıq. Bunun üçün qaba un, duz, maya, şəkər tozu və ilıq su əlavə edib qarışdıraq. Daha sonra üzərinə yumurta, qatıq, duru yağ və ilıq su əlavə edib xəmir yoğuraq. Ərzaqların tam miqdarını açıqlamada qeyd edəcəm. Xəmiri yoğurduqdan sonra üzərini örtüb 1 saat dincəlməyə qoyaq. İçlik üçün sevdiyiniz pendirlərin qarışımından istifadə edə bilərsiniz. Xəmiri hissələrə ayırıb gündəliyək. Hər kəsimdə 3 gündə olmaqla yayıb, aralarını yağlayıb, üst-üstə yığaq. Kənarlarından çəkib 4 bucaq forması verək. Və yayıb, yağlayıb, üst-üstə yığdığımız gündələrin tam ortadan bölək və pendiri yerləşdirək. Pendiri yerləşdirdikdən sonra səliqə ilə bükək. Üzərindən ciziklər ataq və istədiyimiz ölçüdə doğrayaq. Soba listinə yığıb, üzərinə yumurta sarısı və çörək otu səpib 220 dərəcədə qızarana qədər bişirək. Hazırlayan hər kəsə nuş olsun.